Xəritədə ulduzla işarələnmiş krallıqların tarixinə aid oxşar cəhəti müəyyən edin. Xəritədə deməli bu hissədə işarələnən ərazi İngiltərə, bu hissədəki ərazi isə Fransadır. Qarşısına yazaq. Fransa, İngiltərə. Üçüncü xaçlı yürüşünün iştirakçısı olması. Bəli, üçüncü xaçlı yürüşündə İngiltərə, Fransa, Almaniya kralları iştirak edibdi. Lakin birinci də İngiltərə yox, İtaliya idi. Ona görə biri götürürük. Reconquista hərəkatı nəticəsində yaranması. Reconquista hərəkatı 11-15-ci əsrlərdə bax bu ərazidə, İspaniyada baş veribdi. Müsəlmanların Avropadan qovulması ilə bağlı bir hadisə idi. İkini çıxardırıq, bu dövlətlərə aid deyil. 100 illik müharibədə iştirak etməsi. Bəli, 1337-1453-cü illərdə baş veribdi 100 illik müharibə və İngiltərə ilə Fransa arasında gedibdi. 3-ü götürəcəyik. Ərazisində vəba epidemiyasının yayılması 14-cü əsrdə vəba epidemiyası yayılmışdı. Nəinki İngiltərə, Fransa, ümumiyyətlə Avropa ərazisində yayılmışdı. 4-də düzdür. Verden müqaviləsi nəticəsində meydana gəlməsi 843 Verden müqaviləsindən sonra Fransa, İtaliya, Almaniya yaranıb, lakin İngiltərə yaranmayıb. Ona görə də bu sualda düzgün cavabımız 1, 3, 4 olmalıdır.